Fikirləriniz? Oyun haqqında 4 gol vurduk, qalib gəldik. Əlbəttə ki, bu sevinç deyil. Yəni, məqsədimiz qalib gəlməkdir. Bir asan olmayacaq, sabah rəqib deyil. Ona görə də qalib gəldiyimiz üçün Ardıcıl erken olsun. Hem de ağzı erken olabiliyorlar ki. əlbəttə ki, erkən qol yəni həmişə komanda üçün yaxşıdır. Çünki erkən qol vurduqda artıq komanda hissəsində daha rahat oynayır. Ona görə təvəllüd məncə hardasa belə demək olar. Amma yəni diqqətli olmaq lazım ki, erkən qollarda asanlaşsın, yəni şey olmasın, rahatlaşdırmasın komanda ki, oyun tempoyu sona qədər çox görür. Onu da şükürler. Erken oynayacak sol. Neftçinin oyunda da inşallah qələbə üçün hazırlaşacağıq. Yəni bilirsiniz, derbidir. Ən vacib maçlardan biri bizim üçün. Yəni bu oyunlara həmişə motivasiya istər-istəməz daha yüksək olur. Oyunun basması daha yaxşı olur, daha maraqlı olur. Ona görə inşallah gələcəyik. Yaxşı ətraflar və Yüzümüzde olacak. Oyuncular oynayan motivasyonu daha mümkün. əlbəttə ki, yəni biz məqsədimiz çempionluqdur, amma yəni hər oyuna yenə də qələbə yəni rəqiblərin oyunlarından asılı olmayaraq biz hər oyunda maksimum çəkməyə çalışırıq və hər oyunda qələbə qazanmalıyıq. Son oyunda istediğin insanlarla kullanmak olmalı. Yeniden uzaklaşmak için bir bambaşka şansı yok. Yeniden çocuklardan kendisine bakıyor. Yani sence bu neden geldi? Problem neden? Problem neden çatışmaz? yəni çatışmazlıqlar hər halda var. Yəni mən də bunu dərk edirəm. Doğru, Azərbaycanın onlar həqiqətləri də, səhvləri də yəni qəbul edirəm. Məsuliyyət bizim üzərimizdə. Hətta mən öz adıma deyə bilərəm ki, yəni mən əlimdən gəldiyi etməyə çalışıram, özlərimdə çalışıram, əlavə məşqlərimi eləyim, məşqdən sonra qalmışdım. Nə qədər bacarıram, əlimdən gələn qədər məşq eləyim ki, çatışmazlıqları aradan qaldırım və maksimum səbirli olun ki, inşallah yəni ki, əziyyət çəkdik ki, Allah axıra qədər qatlasını verir. Ona görə mən öz adıma deyə bilərəm ki, yəni çalışıram ki, nə qədər çətin olsa da bəzən mental olaraq bu əziyyəti müəyyəni qoruyub saxlamaq. Çalışıram ki, disiplinanı pozmayım. Daha çox işləm özlərində və səbirlə yanaşım ki, qalıb əziyyət çəkəndə də Geçmişler için katılımdan bağlı. Yani bugün tartışmalarında bu süreçteki müəyyən qədər işlərin alınmaması təsiri yox. Bir də qaydanda uzaqlar yani bunlar biraz böyle hamısı cəmləşib təsirini göstərir. əlbəttə ki, bəzi alınmayan şeylər olanda istər-istəməz bəzən təsir eləyir nəyəsə, amma yəni sizə dediyiniz kimi 2 sezon bundan əvvəl mən çempionatda yəni Bombardirlər siyasındaydım. Yəni 20 yaşım var idi hələ. Kifayət qədər düşünürəm ki, qol vurmuşdum, komandaya kömək eləmişdim çempionluq yolunda. Yəni onu hardasa yəni fikirləşirəm ki, 2 il əvvəl də deyilməliydi. Yeni futbolçuydu, yəni ola bilər hardasa dəyişikliklər olub. Ona görə də çalışıram ki, yəni o motivasiya yeni qalsın məndə və yəni yenə də deyirəm də onun üçün də əziyyət çəkirəm ki, maksimum əlimdən gələn qədər çalışıram ki, ən azından o nəticəni ondan da daha yaxşı nəticələr verəm. Əlbəttə ki, futbolçu karyerasında genişlər, çıxışlar olur. Yəni mən də başa düşürəm, bunu dərk edirəm və çalışıram yenə də səbirlə yanaşıb və yəni ən əsası işimi daha ciddi görürüm ki, daha çox işləyim ki, inşallah yenə də o nəticələri qaydadır. Görürəm ki, erkən çempionluğu qeyd edilir. Bunun üzərində standart klubların var, ona qədər motivasiyanızı saxlaya bilirsiniz. Əlbəttə ki, yəni erkən çempionluq olsa belə, yəni siz dediyiniz kimi də, yəni artıq bu hardasa komandaya bir qədər rahatlıq verə bilər, amma biz yenə də çalışacağıq ki, maksimum yanaşaq işimizə. Çünki siz dediyiniz kimi qarşıdan yeni Avropa boks sezonu gəlir. Orada da yəni ən azından ora gəlib çıxanda formamız yaxşı olsun, yəni həm psixoloji, həm fiziki cəhətdən hazır olaq ki, inşallah gələn sezonda da uğurlu çıxış edək. Yurgordadan söhbət düşmüşəm, komandanın professionalda sürpriz, ümumi oyunlarına baxsan bilirsən. Yox, elə çox deyil. Bəzən arada o qarşıma çıxır hesabları falan görürəm. Elə Araz Naxçıvanla bir işlər gəlib düşmüsünüz klubda. Gəldən şey deyə bilərmi ki, oyundan gözləntiləriniz nələrdir? Əlbəttə, yəni məqsədimiz geri dönüş edib final adlamaqdır inşallah.
Yəni bunun üzərindən gələn nəticə soruşacaq.